artıq 10-cu ilimizdən danışırıq Kod Akademinin və onun yeri başqadır deyirik. Eminəm ki, bu qədər adam içərisində ən çox sənin üçün başqadır bu hisslər. Biraz o hisslərindən danışmanı istəyirəm. Yəni, bu 10 il sənin üçün necə keçdi və o hisslərin necə idi, hələ də eynidirmi? Bunlar bizə maraqlıdır. Biraz onlardan danışa bilərsən. Buradakı İlk başlanğıc əslində necə idi? Onu düşünsək, həmin vaxtı biz onlayn 3D modelinqi öyrənib görmək istədiyimi birinci orada çəkməyə başladım ki, mən necə görmək istəyirəm, tələbələr necə oturmalıdırlar, sinifin quruluşu, standartları və s. bir xeyli çox şeylər oxuyurdum. Bir də ki, Amerikada, Avropada bütün bootcamp, coding bootcamplərini gəzirdim ki, onların bəzən insanlar üçün bu xırda detal kimi gəlir, amma bir sinif otağı necə olmalıdır, günəş necə düşməlidir, sinifdə neçə nəfər oturmalıdır, proyektorun işığı necə olmalıdır, nə qədər çoxlu insana, hamı məsələn belə düşünə bilər, bəlkə 45 nəfərlik siniflər quraq. Amma biz 45 nəfərlik siniflər qurmadıq, 15 nəfərlik siniflər qurduq. Çünki bunun bir elmi arxası var, bunun bir düşünülmüş bir tətbiqi var. Bir də ki, bu qədər insan olduqda bunlara xidmət yeri necə olmalıdır? Həmin dövrlərdə belə bir fikir var idi. Təhsil dediyimiz bir şey hamı çəkinirdi, hamı üçün sıxıcı gəlirdi. Çünki bizim ağlımızda bir tədris yeri dedikdə, kurs yeri dedikdə, bir təhsil mərkəzi dedikdə ağlımıza gələn o dövr üçün deyirəm bunu. Otaq və koridorlardan ibarət bir yermiş kimi gəlir. Heç bir sosial yeri yoxdur, heç bir söhbət yeri yoxdur. Sinifdən sonra belə gedib koridorda mı müəllimi gözləyək, ya da ki, ev tapşırığını bir yoxlama edək. Bu, özüm şəxsən belə Azərbaycan o dövrə bir neçə yerə gedib bunu təcrübə eləmişdim. Biz buradan yola çıxarıb bunu dəyişdirməyə, əslində insanların təhsilə baxışını da dəyişdirmək üçün biz başladıq ki, bu təhsil baxışı dəyişməlidir və ona görə ilk gündən bəri biz sosial alan dediyim, yəni sosial sahə olaraq ilk gündən bəri bu sahəmiz var. Və həyəcan, bu il mənim üçün daha çox həyəcan var, çünki onun yeri başqadır və 10-cu ilimizdə 11 mindən çox məzun və insanın həyatına toxunmaq mənə ən çox əslində qürurlandıran və sevindirən bir şeydir ki, 11 min insan. Akademiya ilə ilk tanışdığım 2015-ci ildə olub, yay dönəmində. Mən o vaxtı proqramlaşdırma üzrə tədrisə belə deyək ki, qoşulmaq istəyirdim və həmin dövrdə yadımdadır ki, onda öncədən imtahan vermək lazım idi. Bu, məntiq və proqramlaşdırma üzrə 25 sualdan səhv etmirəmsə ibarət bir imtahan idi. Mənim bir tanışım, rəfiqəm dedi ki, mənə bir vakansiya var Kod Akademiyada, amma təcilidir. Bu da 6-cı gün idi, şəhərdən şənbə günü idi. Birinci gün artıq işə başlamaq lazım idi. Bir vakansiya gördüm, yazılmışdı Kod Akademiyada front office əməkdaşı axtarılır. O zaman düşündüm ki, mən özümü burada yoxlamalıyam. Çünki Kod Akademiyanın bu abu-havası, bu rəngbərəng ruhu mənə çox cəlb elədi. 2018-ci ildə dostum vasitəsilə tanış olmuşam və ilk gəldiyimdə təəssüratlarım möhtəşəm idi, çünki mühit öz sözünü deyirdi. Kod Akademiya ilə anam sayəsində tanış oldum. Anam burada işləyirdi. Burada tələbələrin, onların keçdiyi dərsləri görüb maraqlı olub onun üçün. Sonra gəlib evdə mənə danışanda, mənə də maraqlı gəldiyi üçün bura gəlmişdim. Kod Akademiya ilə ilk tanışdığım mən hal-hazırda proqramımızın rəhbəri olan Nəriman müəllim vasitəsilə həyata keçib. Mən ADU Universitetində işlədiyim zaman Nəriman müəllim də orada müəllim kimi fəaliyyət göstərirdi. Mən də şansımı yoxlamaq istədim. Sözün üzərinə oxumağa gələndə bu mühiti görüb burada işləmək istəmişdim. Amma heç kimə bildirməmişdim. Vacib dəyər və ehtiyaclarımı qarşılayan, hansı ki özümü tapacağım bir sahə axtarışındaydım ki, elə o anda akademiya ilə tanışdığım başladı. Bir müddət bu sahədə artıq başlamağı planlayırdım. Yəni, fərqli dostlardan, yaxın insanlardan məsləhətlər olurdu. Mənə uyğun olan Kod Akademiya oldu. Tədrisə başlamadan öncə mən Ucqar Birdağ kəndində tarix müəllimi idim və məsafələrə baxmayaraq akademiyanın şan şöhrəti o məsafəyə qədər gəlib çatmışdı. Yaxınımda olan tanışlarım, bu sahədə olan dostlarım xüsusən məni yönləndirirdilər ki, akademiya sənin istədiyin tədrisi tamamilə sənə verə bilər. Belə xatırlayıram ki, Instagram üzərindən ilk dəfə görmüşəm və çox maraqlı gəlmişdi. Həm mühit olaraq, həm
yanaşma olaraq ona görə bir şansımı yoxlamaq istədim, qoşuldum. 2018-ci ildə Azərbaycana qayıtdım və Kod Akademiyada işə başladım. Bu mənim üçün həm peşəkar inkişaf, həm də vətənə töhfə vermək baxımından əvəzolunmaz bir fürsət idi. 3-cü kurs tələbəsi idim, kodlaşdırma təhsili alırdım. Təhsilimi daha çox irəlilətmək istəyəndə Kod Akademiya ilə tanış oldum. Kodlaşdırma üçün yazılmağa gəlmişdim və burada dizayn təhsili də olduğunu gördüm. Həmin müddətdə sadəcə cibimdə 50 manat pul var idi və qərar verdim ki, sadəcə ilkin ödəniş kimi nəsə qoyum və növbət dəfə ödənişi eləyim və başlayım və məncə bu mənim aldığım ən düzgün qərarlardan biri idi. Kod Akademiyaya gəlməmişdən qabaq mən Kod Akademiyanı araşdırmışdım. Kod Akademiya onda yeni yarananda mən bura gəlirdim. Pulsuz kod saatları olurdu, burada iştirak edirdim hər dəfə. Elə buranı tanıdım. 2 il, 3 il sonra burada oxumağa qərar verdim. Əvvəl bir 6 ilə yaxın kafe sektorunda işləmişəm. Bayağı təcrübəm var o sahədə. Amma nə zamansa IT ilə paralel o işi də görmək istəyərəm. Bir gün iş elanlarının birində Kod Akademiyinin peşəkar yetişdirmə proqramı belə bir bootcamp gördüm. Ödənişsiz, adı yadından çıxdı sözüm. Təqaüdlü, 100% təqaüdlü, 100% təqaüdlü. Şənbə günü intervyuya gəldim. Çox ani baş verdi hər şey. Hətta belə yüngül belə bir üzr istədilər ki, yəni bu çox ani oldu. Biz adətən şənbə günləri intervyuya dəvət etmirik. Sağ olun ki, gəldiniz. Söhbət əsnasında belə bir məsələ ortaya çıxdı ki, Kod Akademi maraqlı bir layihə işləyir. Adı Code for Future layihəsidir və tələbələrə təqaüdlü şəkildə təhsil verir bu layihə. Təqaüd, təhsil, tələbə. Mən niyə yoxam orada? Bu qədər çox danışmağın üstünə başa düşdüm artıq nəyə görə istəyirsən bu tərəfi. İlk günümü xatırlamıram. İlk günümü xatırlamıram amma mən gəldiyim gün müəllim deyildim. Açıqcası. Mən gələndə proqramist idim. Nə yalan deyim. Mənim müəllimlik qatan Kod Akademiya oldu. Mən müəllimliyi budur öyrəndim. Onun üçün həyəcan verici idi. Gəldim, otaqda başqa bir əməkdaş var idi və ilk gün çox az işim olduğu üçün çox həyəcanlanmışdım ki, mən nələr eləyəcəm. Sonra arda-arda işlər gəldikcə çox həyəcanlı və sevincli olduğumu xatırlayıram. 2016-cı il aprelin 12-si. Yadınızda da görürsünüz necə iz qoymuş qız sizdə. Yox, yaddaşım yaxşı. Yadımdadır. Mənim akademiyada ilk tədrisim 2018-ci ildə olub. Qrafik və web dizayn üzrə təhsil almışam ilk dəfə. Xatırlayıram ki, universitet tələbəsi idim və həddindən artıq mənə həyəcan verici gəlirdi. Həm yeni bir yola baş qoymaq, yeni bir ixtisas öyrənmək, yeni bir peşəyə sahib olmaq, həm də buranın ab-havası. O günün hər anını xatırlayıram, çünki heç isinmə hərəkətləri olmadan 2 qrup açılışına girmişəm. Daha sonra bir sürü müqavilə ilə tanış olmuşam deyə xatırlayıram həmin günü. İlk işə gəldiyim gün yadımdadır, çox həyəcanlıydı. Ümumiyyətlə, hamıya diqqətlə baxmağa çalışırdım ki, kim iş yoldaşımdır, kim tələbədir. 2019-cu ilin bu vaxtlarında ilk demo dərsdən sonra Kod Akademiya ailəsinə qoşuldum. 3 ildən çox müddətdə həm proqram rəhbəri, həm də təlimçi kimi UX UI sahəsində yüzlərlə tələbənin transformasiyasına şahid oldum. İlk günə əvvəlki gün çox gözəl yadımdadır, amma ilk gün tam yadımda deyil. Ondan əvvəlki gün olmuşdu ki? Ondan əvvəlki gün avtomobil idarə edirdim, Gülvi zəng elədi mənə, neynirsən? Dedim, bəs belədir, qısaca bekarçılıqdır, sabah dur gəl ofisə. Onun yeri başqadır sloqanı ilk düşünüləndə və təklif olunanda mənim üçün çox həyəcan verici bir başlıq oldu. Çünki doğrudan da onun yeri başqa idi mənim üçün hər zaman ilk gündən bəri. Və həyəcan həmişə kimi ilk gündən eyni şeydə qalır. Biraz daha yeri dəyişib, fərqi dəyişib, amma biz indi hər il və yaxud da ki bir kvartal olaraq fərqli şeylər elədiyimiz üçün tədris proqramları hər yeni başladığımız əslində mən eyni həyəcanı yaşayıram. Hətta ilk gün üçün 2015-ci ilə gedəndə bizim hansı ki il yarımlı proof of concept dediyimiz bir konseptin təsdiqlənməsi baxımından Azərbaycan dilində belə doğru ifadə etsək, biz onu yoxladıq. Hansı ki bootcamp tərzində tədris modelini qurmaq.
həm kalendarı dəqiq olacaq, həm həftənin bütün günləri tədrisə gələcəklər və bu könüllü olacaq. Heç kim bunu qəbul etmirdi, əslində o vaxtı düşünmürdü. Hətta biz başlayanda bizə hamı şey deyirdi. Siz çox şir ürəyi yemisiniz bu işə belə həm bu qədər yatırım etməklə, həm də buna vaxt ayırmaqla. Bəli, biz şir ürəyi yemişdik həmin dövrlərdə və 2016-cı ildə əmin olduq ki, biz doğru yoldayıq və həmin vaxtda artıq konsept təsdiqləndi deyə artıq beynimizə tam oturdu. Bunu necə böyüdə bilərik, necə daha zənginləşdirə bilərik. Həmin vaxtda süni intellekt yox idi, özümü zənginləşdirməyə düşüncəsindən bu yola çıxdıq əslində və 2016-cı ildə modelin üzərində işləyərək və 2017-ci yanvar ayından etibarən daha böyük bir kütləyə və fərqli böyük bir tədris proqramlarının bunun startını etdik. Müsbətə doğru həddən artıq çox dəyişiklik oldu mənim həyatımda da, övladlarımın həyatında da. Övladlarım ali təhsilli, biri ali təhsillidir, biri yox. Ancaq onun ali təhsilindən əlavə də burada təhsil aldığından sonra ciddi dəyişiklik oldu həyatında. 15 yaşında başlayıb Cəfərli Məhəmməd proqramlaşmanı və çox yüksək nəticə ilə bitirib hal-hazırda ali məktəbə hazırlaşır. Bura gəldiyim üçün çox şanslı bir işçi və valideyn olaraq özümü çox şanslı hiss edirəm. 9-cu sinifdən təhsilini buraxmış, sadəcə ailə ortamında böyümüş və özümə uşaq qadın adı verə bilərəm. Çünki mən uşaqlıqdan ailə qurmuşam və o həyatda olmuşam. Mən o həyatı bilmişəm. Çöldəki həyatı, tələbə həyatının nə demək olduğunu da bilməmişəm. Və öz ayaqlarımın üstündə durma qərarı aldıqda və yenidən təhsilə qayıtmalı olduğumu düşündüyüm zaman çox araşdırdım, akademiya ilə tanış oldum və mən yaxşı ki, sizinlə tanış olmuşam. Kod Akademiyaya gəldikdən sonra isə mənim sadəcə olaraq düşüncələrim deyil, ümumiyyətlə bütün həyatım dəyişdi. Sözün əsl mənasında. İstər fiziki baxımdan, istər özümü ifadə baxımından. Kod Akademiya mənim üçün çox böyük bir dəyişiklikdir, yəni çox böyük. Mən bu işə qədər müxtəlif növ təchizat işləri ilə məşğul olmuşdum, amma burada birinci dəfə idi ki, mənim təcrübəmdə IT ilə bağlı avadanlıqlar deyək, gedişat deyək. Burada tanış oldum, burada o təcrübəni edindim. Düşünürəm ki, təcrübəmdə o boşluq var idi, akademiya oranı tamamladı. Akademiya mənim həyatımda çevrəmi dəyişdirdi, mənə şans verməyi öyrətdi. Bəzən ola bilər ki, biz heç bir tələb olunan şeylərə cavab verməyək, amma insanlara şans vermək lazımdır, inanmaq lazımdır, dayanmadan çalışmaq lazımdır. Əziyyətin bəhrəsi 100% var, bunu öyrətdi, heç bir çəkinən əziyyətlərdə qalmır. Akademiya mənim həyatdakı ən böyük kompleksimin üzərinə qalib, o da kamera qarşısına çıxmaq, kütlə qarşısında danışmaq. Çünki mənim işim marketinq, ekstravert olmaq istəyir. Mən introvertəm, başa düşdüm ki, mən işimdə yaxşı olmaq üçün ekstravert olmalıyım. Ona görə də kütlə qarşısında danışıb çıxış eləməliyəm. Mənim yoxsa belə həyəcan basır, tir-tir əsirəm, titrəyirəm, heç nə eləyə bilmirdim. Amma akademiyada başa düşdüm ki, insan istəyəndə o ən böyük tabusunu və kompleksin üstünə qalib gələ bilir. Demək olar ki, həyatım dəyişib, çünki mən kimya mühəndisliyi fakültəsində oxuyurdum və orada ilk kursda C++ və MATLAB kimi dillərlə tədrisimiz oldu, bizim praktikamız oldu və ondan sonra mən qərar aldım ki, proqramlaşmaya başlayım. Söhbət gedir 2018-ci ildən və onda ölkədə çox az idi proqramlaşma kursları. Ən yaxşısı deyərdim həmişə kimi Kod Akademiya idi. O yerə gəldim bura və hər şey burada başladı məzun kimi. Ondan sonra uğurlu oldum və kursu bitirməmiş iş tapa bildim. Kod Akademiya mənə təkcə peşəkar təcrübə deyil, eyni zamanda yaxşı dostluqlar, uzun ömürlü tanışlıqlar qazandırdı və onlarla indi də münasibətlərimi davam elətdirirəm. Daha fayda verici, daha məhsuldar, daha belə deyim də inkişaf edici olduğunu görəndə daha fərqli bir emosiya qatır adama. Daha çox ünsiyyətin olduğu, daha çox insanı tanıya biləcəyin bir mühit olduğu üçün tam fərqli cür inkişaf elətdirdi mənə. Çox şeydir, yəni xarakterindən tutmuş şəxsi həyatımdakı rutinə kimi dəyişikliklər var. Aslında her şeyi değiştirdi. Çünkü ben Türkiye'den buraya göç ettiğim için bütün sosyal çevremden, ailemden uzaklaşmış oldum. Aslında çok büyük fedakarlıklardı benim için. Ama buna karşında çok iyi bir şirkette çalıştığımı düşünüyorum. Bütün çalışanlar çok iyi. CEO'muz çok anlayışlı, dinleyen biri. Bunun dışında
çocuğum için bence çok güvenli bir ortamdayım. Yani kendimi güvende hissediyorum. Zaten çok da yabancılık da çekmiyorum. Hani hep diyoruz ya, iki devlet ama tek millet. O yüzden iyi yani. Bu 10 illik yolun son 8 ilində iştirak etmək mənim üçün böyük xoşbəxtlik idi. Bu 8 il gözəl hadisələrin daha çox olduğu bir dövr idi. Bu müddət ərzində Kod Akademi vasitəsilə həm özümü inkişaf etdirmişəm, həm də yüzlərlə insanın həyatına müsbət təsir göstərə bilmişəm. Gülərüz əməkdaşların olması, gülərüz insanların olması, hər kəsin özünə xas, özünə məxsus olaraq rəngarəng olması məni hələ də burada qalmağıma motivasiya verir və xüsusilə işimdən gərəyi dolayı olaraq məzunlara dəstək göstərdikdən sonra, məzunların xoş xəbərlərini eşitdikdə buna çox ilhamlanıram, çox motivasiya alıram. Ona görə də buradayım. Akademiya mənim həyatımda, mən çox qapalı bir insan olmuşam, real həyatımda. İndi də bura gələndən sonra amma həmkarlarımın sözünə qüvvət, kommunikasiya çox genişlədi. Özümü daha rahat ifadə etməyə başladım. İnsanlarla münasibət qurmağa daha meyilli oldum. Ən çox kommunikasiya cəhətdən deyərdim. Yəni məni daha çox inkişaf elətdirdi. Akademiya mənim demək olar ki, bütün həyatımı kökdən dəyişdi. Çünki mən bura gəlməzdən əvvəl neft şirkətində mühəndis olaraq fəaliyyət göstərirdim və təhsilimi də bu yöndə almışdım. Gələcəyi düşünərək və ani bir qərar verərək, həm də tələbəlik illərindən içərimdə olan bir hissi üzə çıxararaq IT sahəsinə yönəlmə qərarı verdim və məsləhətləşərək Kod Akademi tədris mərkəzində təhsilimə başlama qərarı verdim. İşimdən ayrıldım və riskə girərək bu sahəyə yönəldim. Akademiya mənim həyatımda ilk öncə yaxşı network əldə eləmişəm burada. Proqram bilikləri baxımından daha yaxşı möhkəmlənmişəm. Öz bacarıqlarımı, biliklərimi burada daha möhkəmləndirmişəm, artırmışam. İlk olaraq yeni insanlar tanıdım, çoxlu xoş dostluqlar yarandı. Mühasibatlıq olaraq da təbii ki, dünya inkişaf etdikcə bizim sahə də inkişaf eləyir. IT sahəsində mühasibatlığa qatdıqda işlərimiz daha sıxlaşdırdı. Belə bir misal çəkə bilərəm. 2016-cı ildə, 2017-ci ildə 3 saatlıq işimiz hal-hazırda 15-20 dəqiqəlik işimizdir. Ümumiyyətlə deyərdim ki, mən ingilis dili müəlliməsi olduğuma görə texnologiyaya olan baxışımı və ora olan həvəsimi dəyişib və artırıb deyərdim. Və mən artıq işimdə, sonraki həyat karyeramda bu yolla başladığım üçün indiki işimdə də həmçinin texnologiya ilə bağlı sahələrdə ingilis dili tədris etməyə davam edirəm. I am shaking. Doğru. Amma bu kəsilir, sonra tezdən qoyulurdu. Onda tezdən başlasam. Bir də orada da insanlar var. Biz xəbər istəsiniz. Başqa yoxdur. Dur da. Bilməm, fikirləşim. Fikirləşim. Yəni, məncə olmamış olmaz yəni. Yox, çoxdur. Olmamış. Burada bu qədər oxumusunuz. Aşpaz olardım. Yeməyi yaxşı bilirəm, biraz da pişirərdim. Evdə pişirirəm yəni. Ona pul vermək lazım, pulsuz olmuş. Aşağı. Çox şey fərqli olardı. Ən azından arzuladığım həyatı hal-hazırda yaşaya bilməzdim. Arzuladığım işi gerçəkləşdirə bilməzdim. Gerçəkləşdirsəydim də çox çətinliklə gerçəkləşdirə bilərdim ki, mən akademiyaya başlamam müddətimdə çox çətinliklə olub ki, demək olar ki, mənə maddi dəstəyi sağlayan insan olmayıb. Mən bütün maddiyyat dəstəyi özüm eləmiş bir insanam. Zaten ən əsas akademiya ilə bağlı qürur duymağım və ikinci evimin olma səbəblərindən biri də budur. Çünki dediyim kimi əziyyətdən, hər şey əziyyətdən olub. Ona görə çox şey borcluyam. Hal-hazırda olduğum mövqedən, hal-hazırda olduğum vəzifəyə görə akademiya borcluyam. Kod Akademiyada mən həyatıma yeni bir kimlik qazanmışam deyərdim. Yəni bu müəllimlik kimliyi, bu müəllimliyin üstünə qazandırdığı başqa duyğular da var. Neçə insanın həyatına toxunmuşuq, neçə insanın həyatını qazandırmışıq. Başqa sektorlarda bu sahə üçün yanıb tutuşan insanlara bu sahəni öyrətməyin zevkini mən Kod Akademiyada yaşamışam. Yəni Kod Akademiya olmasaydı bəlkə də həyatımda bu zövq olmazdı. O insanlarla
çox böyük bir çevrə də yaranır. Bu elə bir çevrədir ki, çevrə daim inkişaf eləyir və məni itələyir ki, mən də özümü inkişaf elətdirim. Mən bir addım geri qalsam, bu çevrədən qopacam. Ona görə məcburam ki, mən onlarla bir yerdə olmamışam. Məncə bu qədər əyləncəli bir mühit bəlkə də görməzdim. Əyləncəli mühit dedikdə müəllimlərlə olan münasibətim, tələbələrlə olan münasibətim, bunlar həm bir şeylər öyrədir, həm də əyləncəli olaraq öyrədir. Biz tələbələri bir şeyləri öyrədirik, amma hər şeydən öncə təhsil mərkəzlərində tələbələrdə şəxsiyyət formalaşdırılması çox əhəmiylidir. Yəni bir birey olaraq, şəxs olaraq öz sözlərini və özünə olan inamı tam bərpa etmək lazımdır. Bu illər ərzində 6 ilə yaxındır buradayam. Müşahidə etdiyim bir şey var ki, gələn tələbələrdə 70-80% özünlə bağlı inam problemi olur. Biz əsas onun üzərində işləyirik. Və burada da Kod Akademinin tələbəyə qatdığı məncə ən böyük dəyər də bu olmalıdır. Tələbə bitdi, əlaqəmiz qopmur. Tələbə ilə əlaqəmiz daim olmalıdır. Biz də bunu etməyə çalışırıq. Akademiya gələcək nəsillərə hər zaman dünyada nə baş verirsə, onu məncə yerli bazarda ən birinci tətbiq olunacağı yenilikləri vəd eləyir, keyfiyyət vəd eləyir. Nə qədər bu pafoslu səslənsə də bu belədir. Tələbələrin burada tədrisdən sonra ikinci zövq aldıqları bir şey, burada həm müəllimlərin, həm belə deyim, timin, Kod Akademi timin, həm digər tələbələrlə olan səmimi münasibətdir. Yəni səmimiyyət vəd eləyir 100%. Kod Akademiyanın əsas fəaliyyət planına baxsaq, mən müəllim olaraq start götürəndə fəaliyyətə də bizim əsas məqsədimiz bundan ibarət idi ki, burada tədris alan tələbələr qısa zamanda iş tapsınlar. Yəni həm qısa zamanda müəyyən bir sahəni öyrənsinlər, mənimsəsinlər, sonra özlərini inkişaf etdirsinlər, həm də qısa zamanda fəaliyyətə başlasınlar. Mən düşünürəm ki, ümumiyyətlə akademiya ölkədə bu istiqamətdə bir ilkləri imza atıbdır. Çünki bizim tələbələrimiz bir çox hallarda akademiyada fəaliyyəti bitirəndən sonra, yəni tədrislərini bitirəndən sonra boş qalmırlar, öz üzərində çalışaraq işə girirlər. Mən düşünürəm ki, bu iş dünyası üçün yaxşı perspektivlər açır. Məhz bu cəhətdən akademiya düşünürəm ki, tələbələrə yaxşı bir avantajdır. Mən düşünürəm ki, Kod Akademi o zaman da, yəni bu 5-6 il öncə, yəni mən bura qatılanda, o zaman çox qabaqcıl idi. Həm fikirlər olaraq, həm təhsil sistemində bir sistem yaratmaqda mənə görə çox qabaqcıl bir deməli təhsil mərkəzi idi. Ona görə də mən indi də gələndə görürəm ki, eyni şey davam edir və yeni nəslin fikirlərinə, düşüncələrinə ayaq uydurur. Məsələn, hal-hazırda süni intellekt trenddədirsə, bunu Kod Akademi bəlkə 2-3 il əvvəldən artıq tətbiq etməyə başlayır və bu məni sevindirir. Həmçinin də o rahatlığı görə bilirəm ətrafda və bu dəyər olaraq da mən düşünürəm ki, sərbəst, azad öyrənmə, eyni zamanda da bunu edərkən də əylənmək. Akademiya mənim üçün günlük rutinimi daha çox ifadə edir. Kod mənim üçün bir iş yerindən savayı daha çox motivasiya mənbəyi, həyat eşqi olubdur. Orada unudulmaz xatirələrimiz olub və bu unudulmaz xatirələrlə həmişə yadda qalacaq bir həyat məktəbi rolunu oynayıb bizim üçün. Akademiyanı çox sözlə ifadə edə bilərəm, amma mənim üçün belə top 3-ə highlight qoysam, ilk deyəcəyim mənim kimi introvert adam üçün akademiyanın networking imkanı. Çünki mən burada çox insan tanıdım. Dostlarım da var, hansı ki həyatda da görüşürəm, peşəkar olaraq da kifayət qədər çox insan tanımışam, şirkətlər olsun və s. Yəni həyatımda o qədər çox insan qazandı ki, mən əsas həyatdakı vacib ki, yəni pul qazanmaq, insan qazanmaq
mənim üçün həmişə prioritet insan qazanmaqdır. Akademiyada bu mənada mənə çox dəyər qatdı. Akademiyanın məndəki yeri çox ayrıdır. Çox güman ki, yəni burada olmasam belə, dünyanın başqa bir yerində olsam belə, Kod Akademiya haqqında kimsə danışanda mən deyəcəm ki, saxla bir dəqiqə, mənim deyəcəyi çox sözüm var, deyə xoş sözlər deyəcəm. Ya da ki, o söhbəti birinci özüm açacağam. Ona görə də özümü çox şanslı hesab edirəm. Kod Akademiya mənim üçün sadəcə bir iş yeri deyil, eyni zamanda bir məktəb, bir cəmiyyətdir. Orada çalışdığım müddət ərzində öyrətmək və davamlı öyrənmək imkanım oldu. Ümumiyyətlə onu deyə bilərəm ki, Kod Akademiya sadəcə minlərlə gəncin öz karyerasını başlatdığı bir məkan deyil, eyni zamanda ölkənin texnologiya bazarının formalaşmasında əhəmiyyətli rola sahib bir məkandır. Hər bir tələbənin əminəm ki, həyatında indiki karyerasını qurmağında kodun rolu əvəz olunmazdı, danılmazdı. Evet, her şey burada geçti ve Balcan'ın doğum gününü hem burada hem dışarıda yine Kod Akademi ailesiyle kutladık. Çünkü benim buradaki tek ailem sizsiniz yani. Bir marketoloq kimi Kod Akademiya mənim karyera yolumda bir işıq oldu. Bunu əbəs yerə demirəm. İstər müəllimlər olsun, istər mentorlar olsun, istərsə də tədris proqramı olsun, hər bir tələbəyə fərqli yanaşılır. Məhz buna görə mən Kod Akademiyanı seçdim və Kod Akademiyanı da bitirdim. Yəqin ki, oyun dizaynında daxil olmaqla karyerama yön verən əsas amil, belə deyim, 2 dəfə həm də. İlk qrafik tərəfdə mənim üçün bir peşə sahibi olmam, ikinci dəfə də oyun dizaynı təhsili almağımla. Burada gördüyüm xoş rəftar, mehriban kollektiv və peşəkar müəllimlər mən demək olar ki, bu tədris mərkəzinə bağladılar. Yəni dərin bir bağ var həqiqətən. Kod Akademiya mənim üçün ikinci bir ev kimidir və tədrisi bitirəndən sonra da burada təcrübəçi olaraq qalmaq mənim üçün çox mükəmməl bir fürsət oldu. Komanda ilə necə işləmək lazımdır, onu başa düşdüm. Həm də olduğum komanda elədi ki, biz ancaq iş görmürük də, deyirik, gülürük, yeri gələndə mahnıya qulaq asırıq, əylənirik. Bu da bizim günümüzü sıxıcı deyil, daha da əyləncəli eləyir və bu zamanda iş bizi yormur. Ona görə də olduğum komandadan çox məmnunam. Yəni qatılıram. Mən də burada həm təcrübəçi, həm də tələbə olaraq fəaliyyət göstərirəm və hər iki durumdan da çox məmnunam. Çünki kod mənə yeni təcrübələr, yeni insanlar qazandırıb və burada işləmək mənim üçün çox böyük bir zövqdür. Yəni işin necə gəldiyini, necə keçdiyini heç anlamırıq. Periyod olaraq karantindən sonraki işlədiyimiz periodu, yəni hər dəfə belə aydın izah edə bilərəm. Çünki ondan sonraki işimiz çox belə qarışqavari idi. Yəni hər kəs hər şey eləyirdi ki, biz bu pandemiyadan sonraki akademiyanın durğunluğundan çıxaq. Müəssisələri, turizm ən çox əziyyət çəkən bizneslərdən bir şeydir. Bizim müəllimlərimizdən bəziləri gəldi maaşlarını şirkətə bağışladı. Ki, mən maaş almaq istəmirəm. Tədrisi keçirdi, evində onlayn tədris keçirdi. Əslində onun haqqı idi, əmək haqqı idi. Əziyyətin qarşılığı idi bəlkə də. Dəyəri heç ölçülməz, yəni bu şeyin qarşılığını, bu dəyərdən biçilə bilən bir şey deyil. Amma müəllimlərimizin gəlib ödənişlərini geri qaytarması ki, bunun digər tərəfləri. Çünki bizdə həmin vaxtda xadimələrimiz, digər əməkdaşlarımız hansı ki, evdədirlər və onlar bir iş görə bilmirlər. Amma onları da biz də qazanc əldə edə bilmirik. Amma onların maaşlarını biz ümumiyyətlə pandemiya dövründə heç kimin maaşını kəsmədən və heç kim işdən çıxartmadan hamını qoruduq. Və bunu bütün əməkdaşlarımız bildiyi üçün bəzən gəldi bunu şirkətə bağışladı. Bu da bizim üçün çox duygusal vaxtlarda, anlardan birisi idi. Vüqar Ülvi ilə birlikdə Covid vaxtı boş otaqlarda oturub tələbələrin qayıtmağını həsrətlə gözləməyimiz, o heç vaxt unudulmayacaq məqamlardır. Hər gün əslində unudulmaz idi. Çünki bir insanın inkişafını görmək, A nöqtəsindən B nöqtəsinə getdiyini görmək mənə görə çox həyəcan verici bir şeydir. Ona görə Kod Akademiyada hər günüm maraqlı idi. Demək olar ki, bütün günlərimiz yadda qalan oldu. Çünki mən 4 illik bakalavr təhsili boyunca belə bu tələbəlik hissini yaşamamışdım. 6 aylıq tədris və burada keçirdiyim o öyrəndiklərim, intensiv təhsil məni həqiqətən çox böyük motivasiya verdi. Həyata 2 əlli tutunmağı, nələrisə nail olmağı öyrətdi. Burada keçirilən tədris universitetdəkindən tamam fərqli olur.
hər bir modulun sonunda siz yeni bir nəsə əldə edirsiniz. Bu bilik ola bilər, hər hansı bir nailiyyət ola bilər və bu insanda çox böyük motivasiya hissi yaradır. Normalda o qədər çoxdur ki, yəqin ki, hər yeni tədris proqramının işıq üzü görməsi və bunun danışıqları, müzakirələri unudulmaz ana çevrilir deyə bilərəm. Lənkərandakı bütün o aura var idi. Kompüterləri sıfırdan korobkalardan açıb biz yığmışdıq. Yəni bu möhtəşəm birisi idi. Siz Lənkəranda proqramlaşdırma müəllimi hansı şey üzrə getmişdiniz? Hansı layihəmiz üzrə idi o? CFF. CFF. Code for Future layihəsi. Tamam. Orada klaviatura ilə ilk tanış olan adamlara biz kod yazmağı öyrətdik. Yəni bu çox emosional bir şeydir. Yəni insan kompüterlə sənin vasitənlə tanış olur da, bilmir hardan yanır, necə baş verir. Belə bir adamlara kodlaşdırma öyrətdik. Maraqlı iş idi. Yadımda qalan ən önəmli an idi ki, bir müddət gəldi çatdı ki, bu hər bir tələbədə məncə belə bir period olur. Müəyyən özgüvənsizlikmi deyim, qərarların toqquşmasımı deyim və insan qərar verə bilmir. Bu yolda uğur əldə eləyərəmmi, yoxsa düz yoldayamı? Və həmin momentdə ki, mən artıq bir növ qərarsızlıqdaydım ki, çətindir, davam etmək mənim üçün artıq hardasa mümkünsüzdür və bu anda mən tədris aldığım qrupun müəllimi ilə, Fuad müəllimlə məsləhətləşdim və o mənə çox yaxşı motivasiya verdi və onun 2 cümləsi sadəcə mənim davam eləməyimə səbəb oldu və nə yaxşı ki də davam elədim. Kod Akademiyanın parçası olmaq mənim həyatımın ən yadda qalan anlarından biridir. Çünki akademiyada istər rəhbərliklə olan müzakirələr olsun, istər işçilərlə olan müzakirələr olsun, müəllimlərlə etdiyimiz yeniliklər olsun, tələbələrlə olan ünsiyyət olsun, onların valideynləri ilə olan ünsiyyət olsun. Bunlar hamısı bizim həyatımızda qalan bir yerdir. Bir dəfə bir sinifə daxil olmuşdum tədris üçün və Salih müəllim həmin sinifdən yeni çıxmışdı. Salih müəllimdən soruşdum, sinif necədir deyə. Çiçək kimi demişdi və o anı heç unutmaram. Məncə ən xoş xatirələrdən biri o idi. Çox iddialı olduğumuz bir sinif idi və o feedback almaq mənə çox ləzzət eləmişdi. İlk dəfədir ki, texniki sahədə olan uşaqlara kimsə çiçək dediyini görür. O Salih müəllim deyər. Yolçu müəllimin kompetitivliyi, durduq yerə Həsən müəllimdən üzr istəməyi, Əflatun müəllimin dərs deyə bizi qocaltmağı və özü də qocalmağı. Sonra gecə saat 3-də Əlifzət müəllimə zəng edib ona təşəkkür etməyə çalışmağımız, divarlara yazdığımız strategiyaları Ülvi ilə gecə saatlarına qədər oturub müzakirə etməyimiz və həmişə bunları təkrar yaşamaq istəyərdim. Bir qrupumuz var idi, P401 deyə. Mənim onda 24 yaşım var idi və qrupda ən gənc mənəm. Yəni, bütün tələbələr məndən yaşlıdır, habım hamısı deyildi. Bir gün bu siniflə ABD getmişik, günorta yeməyə yedik. Və məsələn, hamıda sigaret qutarıbdı, sinif dedilər ki, yaşı kim az bu geçsin sigaret almaq, mənə sigaret almağa göndərdilər. Dedim, etməyin, yenə müəllim qızım, yəni ayıbdır, yəni. Ondan sonra da insaf edilər. Amma hamısının yaşı çox idi, 35-34. Səhv kişi var idi, 67-ci deyildim, daim yaşında müəllim elə də ürəklə müəllim deyirdi ki, yəni bilmirdim mən nə qarşılıq verim, nə tərdəyim, nə deyim, əmi deyim, dayı deyim, gənc idim. Müəllim orada çox dedim ki, heç kimdə inanmırdı ki, mən bu yaşda gəlib müəllim olmuşam. Mən demişdim ki, seçkə kimi fikirləşirlər. 20 təzədir, probegim çoxdur, yəni çox işlətmişəm ona görə. Ən çox yadımda qalan, mən çox pizza sevən biriyəm və müəllimimiz Fuad müəllim bizə söz vermişdi ki, quizdən əgər yüksək nəticələr əldə etsəz, mən sizə pizza qonaqlığı verəcəm. Əmin ola bilərsiniz ki, həmin quizdən hamı sırf o pizzanın dərdindən yüksək nəticə göstərdi ki, mütləq pizza qonaqlığı müəllimdən alaq. Elə də oldu. O gün həqiqətən çox deyib güldüyümüz an olmuşdu və o anı həqiqətən çox bəyənmişdim. İş otağında oturmuşduq. Bir də gördüm gəldi və müəllimlər falan oturub. Aşağıma onlar sizlə söhbət eləyim. Dedim, okey, mən gəlim yoxsa sən gəl? Dedi, yox. Qarşıgöz eləyir belə ki, sizlə söhbət eləmək istəyirəm. Dedim, okey. Müəllimlərdən xahiş elədim. Sinif otağını bir 5 dəqiqəlik kənarlaşdılar. Əyləşdirdim. Dedim, nə olub? Dedi ki, bəs mən çox istəyirəm tədris almaq, Code for Future-da tədris almaq istəyirəm. İxtisasım deyil, narahat olmayın. Universitetlə də danışmışam, hamının qaydasına qoymuşam. Müəllimlərlə heç bir problemimiz yoxdur, amma atam qoymur. Və bu uşaq 4-cü kursda oxuyurdu və oğlan uşağı idi. Atasına gedib demişdi, atası demiş ki, yox, öz ixtisasın üzrə praktik edəcəksən, nə kurs, nə bilim, nə. Dedim, sən narahat olma. Aldım atasının nömrəsini, zəng elədim və özümü təqdim elədim ki, buradan zəng edirəm, bu. Uzun müddət atası sadəcə dinlədi, heç bir şey demədi. Sonda dedi ki,
qətiyyən icazə verməyəcəkdim. Amma siz zəng eləmisiniz, mənlə bu qədər danışdınız və mən görürəm ki, canınızı qoyursunuz da ki, mütləq bu tələbə gəlməlidir. Niyə görə mənim oğlumu istəyirsiniz? Açığı baxdım, balı da çox yaxşı idi uşağın və özünün də həvəsi var idi. Və o gündən ta ki bu günə qədər atası mənə zəng edir və hər həftə sonu uşağı barədə feedback alır məndən. Nə qədər çox cute gəldi. İnsan həyatında həqiqətən istiqamətini dəyişmişsən. Hətta atası belə bir şey, bir regionumuzda, çox gözəl regionlarımızdan birində yaşayır. Hətta yay tətilində məni bir dəfə dedi, gəl həyətdə manqal partisi eləyəcəm, sən də oradasan. Dedim, koda yığıb gətirəcəm. Daha səbirli olmağı, məsələlərə daha böyük pəncərədən baxmağı məsləhət görərdim. Daha çox yerlərə getməyə, daha keçmişə getməyə çalışardım ki, daha çox işləyə bilərdim. Daha da dərslərə daha da yaxşı qulaq asa bilərdim. Daha çox sual verə bilərdim. Arada çünki o müəyyən yerlər var ki, o sualları versəydim ən azından o səhvləri düzəltsəydim, ən azından mənə heç olmasa bir 4-5 ay qabağa atardı deyə düşünürəm. 20 il, 15 il əvvəlki dönəm baxanda bu gəlir mənim ilk universitet illərimə, həmin dövrlərdə. Mən əslində yoldan çıxmamağı ki, elə bir şey də yoxdur, yenə də təkrar edərdim. Çünki mənim heç bir addımlardan bir peşmançılığım yoxdur. Bunu bir təcrübə kimi qəbul edirəm. Fərqli eləyərdim dediyin heç nə yox. Fərqli eləyərdim dediyim elə bir şey yoxdur. Çünki gördüyüm şeyləri çox sevərək görmüşəm və çox da xoşbəxtəm ki, ilk iş yerlərimdə, ilk müdirlərim, onlar çox gözəl və çox özəl insanlar olublar. Onlardan çox şey öyrənmişəm. Ona görə bir şeyi fərqli edərkən başqa bir insana yol açmış olduğumuza görə bu butterfly effektini ya da kəpənək qanadlarının çırpışı ilə yaranan çox böyük bir fərqli belə bir teoriya üzərinə fikir bildirsəm, ona görə onları da son illərimi də bildiyim üçün kimlərlə işləmişəm, hansı formada insanlarla işləmişəm, ona görə bir şeyi dəyişdirməzdim. Və mənim şansım gətirib ki, Azərbaycana qayıtdıqdan sonra çox xoş insanlarla çalışaraq, onlardan çox şey öyrənərək bugünkü ülvi və bugünkü təcrübəmdə qazanmış olmuşam. Çox düzgün qərar vermişəm, çox doğru addım atmışam və çox sevinirəm ki, Kod Akademiyada mənim bu addımımda hər zaman həqiqətən öz kolleqası ilə, öz müəllimi ilə hər zaman yanımda olub və mən ailəmin qarşısında, mənə inanmayan insanların qarşısında əsla məğlub olmadım. Əksinə, qalib oldum. O vaxt düşündüyüm kimi elə yoluma davam edərdim. Eyni düşüncə ilə yoluma davam edərdim. Şəhər şəraitində deyil də 9-cu sinifə qədər bir rayonda, bir kətdə böyümüş gənc olaraq onu deyə bilərəm. Hər zaman xəyalım, belə arzum çıxmaq, gedib öyrənmək, bəlli şeyləri, məsəl üçün bizim kəndin, rayonun şəraitini göz önünə alanda, yəni çox şeydən uzaq, Fəriddən fərqli bir ölkə, Bakıda və Azərbaycanda bir neçə nüfuzlu qurumlarda işləyən hal-hazırdakı Fəridə. Demək istəyərdim ki, çoxlu sualların olacaq, çoxlu şübhələrin olacaq, çoxlu yıxılasan, qorxasan, amma yenə də yolunu düz saxlayacaqsan, çünki düz istiqamətdəsən. Mən bir ara çox düşüş yaşadım. Artıq getməyəcəm akademiyaya, oxumayacağam, bitirəcəm dedim. O zamanlarda mənim ən böyük dəstəkçim zaten Xatirə xanım idi. Biz onunla danışdıq və dedi ki, əsla buraxmayacaqsan, mən sənin yanında olacağam, hər türlü kömək eləyəcəm. Və durdum, baxdım ki, hal-hazırda olduğum yerdə, gələcəkdəki duran insanı gördüm. Və o hissədə qərar verdim ki, bu 10 il çəkə bilər, 15 il çəkə bilər, 5 il çəkə bilər, amma sən bunu bacaracaqsan. Dedim, 4 il çəkdi, bacardım. Mədəniyyət. Mədəniyyət. Bəs bir cümlə. Azərbaycan təhsilində yenilik deyə bilərəm. İnkişafa gedən yol. Bir söz olmadı. Cümlə oldu. İnkişaf. İnkişaf. Burasını kəsərik. Uğura aparan yol olaraq düşünərdim. Hərəkət. Çünki mən burada oturan heç kim görmürəm. Dinamika. İstəyir tədris prosesi, istəyir tədris prosesindən qıraqda, otağı, auditoriyanı tərk eləyəndə olan hər şey dinamikası möhtəşəmdir. Biz deyir, ailə içərisində övladlarımızla danışacaq söz tapmırıq, amma kod elə bir yerdir ki, 45-46 yaşında olan insanları 15-16 yaşında olan uşaqlarla ortaq bir cümlədə birləşdirə bilir. Ona görə kod mənim üçün actiondır, hərəkətdir. Evdəki
xoş rahatçılığınızla əldə edə biləcəyiniz maksimum dərəcədə mükəmməl təhsil. Kod Akademiya bir cümlə ilə mənim üçün artıq evdir. İkinci ev deyil, birinci evdir. Çünki evdən daha çox burada oluram. İstər kollektivlə, istər gördüyüm işlə, sevə-sevə görürük işimizi. Çox xoşbəxtiyik. Bir sözə sığışdırmaq istəmirəm. Nə yaşadıqlarımı, nə Kod Akademiya bir cümlə ilə belə sözə sığışdıra bilmərəm. Açıqcası nə yalan deyirəm. Çünki çox fərqli duyğular var da. Evren. Evet. Niye? Hatta ilk geldiğimde de öyle bir hisse kapılmıştım. Yerler siyah ya, tamamen bütün kaplamalar. Şey gibi, sanki bir uzay boşluğunda gibisin. Ve kapılarda da hep işte Satürn, Jüpiter gibi gezegen isimleri var. Gerçekten bir evrenin içindesin ve her kapıda bambaşka bir dünyaya açılıyor. Bir sürü alanında uzman kişiler var. Hepsi başka başka şeyler biliyor. Gerçekten kocaman bir evren diyebilirim Kod Akademi için. Daha çox deyərdim ki, bu bir rəssamdır. Burada. Sürətli böyüməyi və bu böyümə dövrünü çox gözəl, rahat şəkildə keçirməyini arzulayıram. Böyük uğurlar arzu edirəm. Səsimiz daha yüksəklərdən gəlsin. Daha gözəl uğurlar əldə eləsinlər. Daha yaxşı, yəni ürəklərində necə varsa, daha irəlidə olmağı arzulayıram. Həmişə seçiliblər, yenə də seçilsinlər. 10 yaşı olan Kod Akademiyaya öyrənmək və öyrətmək həvəsinin daim qalmasını arzu edirəm. Getdiyi yolda davam etməsini və bu yolda da daha uğurlu olacağını düşünürəm. Ona görə daha böyük uğurlar arzu edirəm. 100 yaş olsun deyəcəm, yaxşı. İnşallah ola bilər. Ya, ola bilər, niyə deyil? Biz olmayacaq. Yəni Azərbaycanda iş yerlərində ailə kəlməsi də çox istifadə olunur. Amma bunu kod haqqını verir. Onun üçün də 10 il yox, məncə onun yanına bir sıfırda qoymağımız bizim görə bilərik, görə bilmərik deyə bilmirəm, amma yaşamanı istəyirəm. Yeni yaşında necə ki, indi də zirvələrdə olan bir tədris mərkəzidir. Həmişə zirvələrdə olmağını arzu edirəm və daha da genişləyib bütün ölkəmizə yayılmağını arzu edirəm. İnşallah bütün rayonlarımızda, şəhərlərimizdə növbəti filialları olar. Onlara bolca uğurlar arzulayıram və durmadan irəli demək istəyirəm. Kod Akademi həmişə öz fərqini saxlayıb, həm mühit olaraq, həm təhsil yanaşması olaraq kod arzulayarım, həmişə belə fərqli qalsın. 10 yaşın mübarək Kod. Səninlə yol yoldaş olmaq qürur verici idi. Mənim kimi daha çox tələbə arzu eləyərdim. Sizin kimi, yəni bunu biraz aça bilərsiniz? Yəni ən azından Kod Akademiyanın interior dizayn sahəsində çempion olmuş tələbələrindən biriyəm və mənə dəstəkləməyə gəlmişdi Kod Akademiyada. Çox sağ olsunlar. Yəni mənim kimi bir çox qalibli, mükafatlı tələbələrdə olmağı daha yaxşı bir şeydir deyə düşünürəm. Sadəcə bu tempi qorusunlar və həmişə şkala olmağa davam edəsinlər. Bizim akademiya hər il 2 dəfə böyüyə gedir. Bu tendensiya davam edir. İnşallah bu tendensiyaya davam edərik. 10 yaş bundan sonra Kod Akademinin teenage dövrüdür. Yəqin ki, daha dəlisov olacaq, daha limitsiz olacaq, daha qaydaları, qanunları heçə sayıb nələrsə yaratmağa çalışacaq və bunu görməyi arzulayıram. Onu arzu ederdim ki, Kod Akademi bütün gənclərin yoluna işıq saçsın və bu, necə deyim, bu proses heç bir zaman bitməsin. Bir çox insanların həyatına həqiqətən toxunursunuz. Bəlkə bilərək, bəlkə bilməyərək. Dedim ki, mən bura sadəcə təhsil almağa gəlmişdim, amma mən buradan çıxanda həyat dərsi alıb çıxmışdım. Yəni bu çox önəmlidir. Bura bir cəmiyyətdir ki, burada çox adamın yolu düşür və insanların çoxusu burada özünü tapır, öz ailəsini burada görür və bu həmişə olsun. İnsanlar bura gəldikdə öz suallarına cavab tapırlar və həyatını, yolunu başlayırlar cızmağa. O çox gözəl bir şeydir. Arzum budur ki, həyatına toxunduğu və həyatını kökündən dəyişdirdiyi tələbələri çox olsun. Çünki bu yetəri qədər böyük bir uğurdur bir tədris müəssisəsi üçün. Xaricə gedəndə universitetlərin aşağısına baxanda görürük. Siz 1800-nə qədərsə və yaxud da ki, yəni böyük illər görürük, 200 illik, 100 illik. Mən həqiqətən o yüzü görməyə arzu edirəm. Yəni Kod Akademi 2015-ci ildən bəri, belə deyim. Mənim əsas niyyətim, arzum akademiya ondan ibarət olacaq ki, yetişdirdiyimiz tələbələrin səsləri yüksəkdən gəlsin. Bu insanlar işlərə daxil olsunlar, karyeralarını çox belə deyim ki, yaxşı şəkildə davam elətdirsinlər. Məncə bundan dəyərli akademiya üçün belə deyim arzu ola bilməz. Bunu arzulayıram. Bol tələbə arzulayıram. Bu 10 ilin arxasında dayanan bütün kollektivə
təbriklərimi bildirirəm. Bundan sonrakı illərdə daha da mühüm uğurlara imza atmağınızı diləyirəm. Kod Akademi 10 yaşınız mübarək. Mənə görə öyrənmək heç vaxt bu qədər rahat və maraqlı olmamışdı. Qazandırdığınız dostluq, verdiyiniz motivasiya və dəyər üçün sizə təşəkkür edirəm. Daha çox uğur və daha çox hekayə arzu edirəm. Kod Akademi ailəsini 10 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edirəm. Kod Akademi mənim üçün yalnız bir təhsil müəssisəsi deyil, həm də öz uğurumu tapmağımda ilk addımımdır. Akademiyada aldığım təhsil karyerada dönüş nöqtəsi oldu. Hazırda ABB Bankda yemiş vəzirliyi kimi çalışıram. 10 yaş münasibətilə akademiyanı təbrik edirəm və yaxşı ki, bu ailənin üzvüyəm. Dolayısıyla mənə qatdığı dəyərlər üçün akademiyaya, bütün çalışanlarına, xüsusilə Knyaz müəllimə, mənə qeydiyyata alan Səlmi xanıma və həyatımda pozitiv enerjisi ilə xüsusi yer tutan Xatirə xanıma təşəkkür edirəm və hər zaman parıldayıb yüksəlmənizi və daim böyümənizi istəyirəm. Öpürəm. Bu videonu ortaya çıxarkən biz ilk dəfə bunu danışarkən bu mənim üçün çox maraqlı idi. Görsən necə olacaq, hansı formada olacaq, misallara baxırıq. Çox səmimi olmağını çox istəyirəm. Heç bir yazılmış bir qayda ilə, bir belə deyək də, öncədən planlı bir qurgu şəklində deyil də, insanın içindən gələnlər şəklində ifadə eləsinlər. Çünki biz inanırıq, biz əminik. Gördüyümüz işin çox yaxşı bir şey olduğunu inanırıq. Hər zaman öz əməkdaşlarımıza bildirdiyimiz bir şey var ki, düşünün ki, bacınız, qardaşınız burada oxuyur. Hətta bizim bir çox əməkdaşımız var ki, valideyni də burada oxuyub. Bu baxımdan hər zaman onlara xidmət göstəririk. Mən düşünürəm ki, mənim anam burada oxuyur ya da işləyir və bərabər burada valideynimlə ya da qardaşımla ya da bacımla burada biz bu xidməti göstəririk. Ona görə biz xidmətin hər zaman kökündə bunları diqqətə almışıq və attığımız addımlarda bunlara önəm verərək əslində edirik. Düşünürəm ki, bunu kiməsə ötürə bilmişiksə, nə xoşbəxt bizə. Və bu ötürdüyümüz şeylər də inşallah onlar da bir başqalarına ötürərlər və beləliklə daha çox yayılmış olar və daha fərqli bizneslər qururlar və daha 1000 nəfərlik, neçə min nəfərlik Azərbaycan şirkəti olaraq qlobala xidmət göstərmiş olar.